Здравствуйте, дорогие коллеги. Добрый день. Салам алейкум. Сегодня мы открываем первый международный системологический конгресс тюркологов пленарным заседанием на тему проблемы и перспективы тюркского социально-экономического и культурного пространства. Для начала надо отметить, что сборник докладов был опубликован заранее, для того, чтобы широкий круг читателей мог заранее определить меру своего заинтересованного участия в заседании, основательно подготовиться, подготовить вопросы докладчикам и возможные примечания по обсуждаемой теме. Таким образом, проведение всех трех сессий пленарного заседания целесообразно в форме дискуссии. Вопросы, ответы. Вопросы к докладчикам и ответы на них. В первую очередь также хочу отметить усердную работу других членов оргкомитета Конгресса, председателя оргкомитета профессора Гямбера Джафарова из Баку, академика Ильгара Исмайлова из Москвы, эксперта Армана Курмангалиева из Алматы и академика Уларбек Аморова из Бишкека. Благодарю всех членов оргкомитета за предоставленное мне право вести пленарное заседание. От имени оргкомитета также хочу выразить благодарность корифеям азербайджанской журналистики Назлы Агаевой, Агасе Гуну и Бахадуру Таирбекову за участие в подготовке сборника публикации. Также оргкомитет выражает свою благодарность редакциям журнала «Бактриан», «Баку» и «Белеген», «Стамбул», а также коллективу издательства «Асиман» Кебеле за техническую поддержку. Открывает пленарное заседание председатель оргкомитета Конгресса профессор Гямбер Джафаров. Gəmbər müəllim, buyurun. Çox sağ olun Şəmsiyə xanım, mənə söz verdiyinizə görə. Bu işin başa gəlməsində, bu mövzuların seçilməsində Şəmsiyə xanım sizin böyük əməyiniz olduğuna görə, bu türkoloqların istinad etdiyinizə görə, bu ayrı-ayrı konferanslar təşkil olunduğuna görə bunun aparıcısı, ideyaçısı sizsiniz. Burada sizin də burada böyük əməyiniz var. Burada eyni zamanda Bahadur müəllim Tərbəyovun müəyyən istiqamət verici rolu bizə imkan verdi ki, biz bu kongresi təşkil edək. Çox sağ olun, əvvəlcədən buna görə sizlərə təşəkkür edirəm. Mən əsas mənim açılışda türkologiya beynəlxalq baxış mövzusunu mən irəliyə atmışam. Türkologiya beynəlxalq baxış dedikdə dünya səviyyəsində gedən böyük bir mücadilələrdən söhbət gedir. Ona görə də mən istərdim ki, bu türkoloqların birinci beynəlxalq sistemoloji kongresinin açılışı münasibəti ilə bütün türk dövlətlərini, türk xalqlarını salamlayım və türkologiyanın bu keşməkeşli inkişaf yolu haqqında müəyyən tarixi məqamları nəzərinizə mən çatdırmaq istərdim. Uzun illər müasir dünyada türkologiyanın inkişaf etdirilməsi ilə əlaqədar kifayət qədər effektli elmi metodiki tədqiqatlar aparılmışdı, müəyyən materiallar nəşr edilmişdi. Ona görə də bu türkologiya haqqında mən
bir kəlmə sözlə demək istərdim ki, türkologiya humanitar elmlər kompleksi olubdur. Türklərin tarixini, dilini, ədəbiyyatını, folklorunu, etnoqrafiyasını müqayisəli şəkildə öyrənən bir elmidir. Türkologiya bir elm olaraq özünü demək olar ki, təsdiqləmişdir. Türkologiya ümumiyyətlə Şərqi Sibirdə yaşayan Saxalardan tutmuş, Balkanlara, Moldaviyada yaşayan Qaqavuzlara qədər demək olar ki, bütün türkləri özündə cəmləşdirmişdir. Türkologiya eyni zamanda həm Qərbin, həm Şərqin öyrənilmə obyekti olaraq belə bir meydana çıxmışdır. Demək olar ki, türkologiyada tanış olduqda oradakı tədqiqat işlərini, araşdırmalar nəticəsində görünür ki, Türk dili, Türkün ədəbiyyatı, mədəniyyəti, tarixi üzərində müəyyən tədqiqatlar aparılmışdır. Bu tədqiqatların başlanması da çox maraqlı bir məqamdır ki, Türk xalqlarından başlamamışdır. Türklər özlərini tədqiq etməmişlər. Türkə aid olan hər bir maddi, mənəvi dəyərləri aşkar edən türkoloqların çoxları demək olar ki, türkoloqlar xaricilər olmuşdur. Mən bu haqda geniş material verilsə də, mən bunların hamısı üzərində dayanmayacağım. Müəyyən məqamlar var ki, istərdim ki, onu kongres iştirakçılarının nəzərinə çatdırım. Ona görə də bu xarici türkoloqların bu işi həyata keçirilməsində lazımı fəaliyyət başlasalar da, lakin bunun Türk xalqlarının öz keçmişini bilməyinə lazımı səviyyədə köməklik göstərmişdir. Keçmişini bilməyən bir millət demək olar ki, sükunsuz, sükansız, yelkənsiz bir gəmi kimi dəryada gedir. O hara gedəcəyindən onun xəbəri yoxdur. Onun necə dəryada axır ki, qərq olacağından xəbər verir. Ona görə də türkoloqların əldə etdikləri tarixi biliklərə istinadən deyə bilərik ki, Türkün kökü tarixin ənginliklərinə, dərinliklərinə də süzülüb gələn və yüksək mədəniyyət incilərini özündə toplayan, həmin varisliyi layiqlə həyata keçirən bir məqam kimi canlanır. Ona görə də bütün bu yad ellilər, ya daha çoxu imperialistlər bu Türkün bu incilərini, Türkün bu mədəniyyətini görərəkdən bir daha Türklərin qısqanclıq zəminində olsa da bunların artıq mədəniyyətini oğurlamış, özünüküləşdirmiş, demək olar ki, torpaqlarını işğal etmək üçün dəfələrlə basqınlara məruz qoymuşdur. Bunu tarix artıq bizə deyil. Türkologiya eyni zamanda bir elm olaraq Türklərin həm keçmişini, həm tarixinin öyrənilməsində önəmli rol oynadığına görə Türk xalqının soyunu, mədəniyyətini, ədəbiyyatını, antropologiyasını, dilini, ləhcəsini sistematik olaraq bunun sistemləşdirilmə sayəsində müəyyən qədər yol keçmişdir. Onların unudulmuş bir çox anlayışları və xarakteri xüsusiyyətlərini türkologiya elmi üzə çıxarmışdır. Bu sahədə çalışan türkoloqlar və Türkün özlərinin tanımasında
keçmişinə, onun gələcəyinə istinadında xüsusi addım atılmışdır. İlk Türkologiya kursu çox maraqlıdır ki, 1795-ci ildə girişdə dediyim kimi Parisdə qurulmuşdur. Türkologiya elminin ilkin araşdırmalarından olan əslən Rusiyalı şərqşünas və türkoloq Wilhelm Rudolf Yevrey Cühud əsillidir, amma Rusiyada yaşayıbdır və Wilhelm Thomson Orhan kitabələrinin açılmasında, onun çözülməsində önəmli iş aparmışdır, müxtəlif tədqiqatlar aparmışdır. İlk Türkoloqlar İnstitutu da 1700 elə həmin ildə, 95-ci ildə Parisdə açılmışdır. Həm orada institutun açılması və burada şərqşünaslıq və Türkologiya ilə bağlı digər institutlar başqa xalqlar da bunu başlayıb izləmiş, öz ölkələrində müəyyən qədər Türkologiya ilə bağlı məlumatları çap etdirmişdir. 1814 ildə Moskvada, 1820 ildə təkrarən həm Parisə, digər 1906-cı ildə Londonda yaradılan bir çox institutlar başladı yayılmağa. Maraqlı burasındadır ki, Qəmbər müəllim, bir dəqiqə üzr istəyirəm. Əlinizin altındakını onu tərəfədə səs itirir. Bilmirəm, sizdə də elədir, yoxsa yox. O, həmin o... Yox. İndi necədir? Danışın görün. Siz səsi yaxşı eşidirsiniz. Yaxşı. Başqa səs yox. Səs gəlir, amma qırıntılı gəlir, sözlər, cümləni başa düşmək olmur. Qırıntılı gəlir. Bilmirəm, sizdə də elədir, yoxsa... Məndə yox. İndi yaxşıdır. Mikrofondan nədənsə bilmirəm. Dayanarım, bəlkə Londonda, Parisdə, Moskvada, Londonda və digər ölkələrdə yayılan institutların marağı da müəyyən çap mətnlarını Türkologiya olan çap mətnlarını bununla çap etmişdir. Qəmbər müəllim. Şərqşünaslar da Qəmbər müəllim. Bəli. У вас проблемы с интернетом. Ваши предложения не слышны. Görüntü yaxşıdır, amma səs kəsilir. Səs zəifdir, bəli. Və birinci sessiya üçün vaxtımız az qalıb. Qəmbər müəllimə suallarınız varmı? Почему? Потому что сборник был опубликован заранее, и все желающие могли с ним ознакомиться. В принципе, для этого и был сборник опубликован заранее. Есть ли у вас вопросы, Qəmbər müəllimə? Mən Qəmbər müəllimə sualım yoxdur. Mən oxudum Qəmbər müəllimin məqaləsini. Çox gözəl yazılıbdır. Bir dənə sadəcə indi bu məqaləni ictimailəşdirmək lazımdır ki, bu gənc nəsil də məlumatlar, çox ətraflı məlumatlar verilib orada. Qiymətli məlumatlar var orada, həddən çoxdur. Sadəcə indi bunu ictimailəşdirmək lazımdır. Bu Qəmbər müəllim, к сожалению, кажется, вышел. У него проблемы с интернетом были. Он, к сожалению, не услышал ваше предложение, Ильхам Бey.
Так, у нас осталось совсем немного времени до окончания первой сессии. Мы можем объединить, так как Бахадур Мялим предоставил сразу две статьи. Две его статьи были опубликованы в сборнике. Наверняка вы с ними ознакомились, то я думаю, что можно уже в третьей сессии, по программе Бахадур Мялим будет выступать еще в третьей сессии. Поэтому можно задать вопрос ему одновременно по двум статьям. Если можно, желательно задавать вопросы сейчас, потому что это две совершенно разные статьи. Да, ну давайте тогда сейчас просто я предупреждаю, что мы прервемся через несколько минут на перерыв, так как программа, она это регулирует самостоятельно. Не страшно. Задавайте все вопросы, потом я оптом на все отвечу. Как в том анекдоте про Мавлана Цветтина. Пожалуйста, вопросы, дорогие коллеги. У меня Bahadır bəy, mən elə bir sualım yoxdur. Biz Bahadır bəylə əlaqə saxlayıb bir müzakirəni aparmışdıq. Bahadır bəyin məqaləsi, birinci məqaləni o düzdür, amma ikinci məqalə hələ biz o mərhələyə mən belə düşünürəm ki, bizim Türk dünyası həmin ikinci mərhələnin etaplarını həll eləmək səviyyəsinə hələ yetişməyib. Mən belə düşünürəm. Onda üçüncü sessiyada söhbət eləyirik o barədə. Yəni bizim hələ səviyyəmiz Türk dünyasının səviyyəsi Bahadır bəy. Mən belə öz şəxsi fikrimi deyirəm. Onu biz üçüncü sessiyada söhbət eləyirik inşallah. Ha. Qaldı birinci məqalda tamamilə orada Bahadır bəy tezisləri düzgün vurğulayıb. Mən tam razıyam Bahadır bəy. Düzgündür. İndi biz Bahadır bəylə söhbət elədik. Bahadır bəy, bizim bu indi mən fikri bildirirəm, amma ki baxıram ki elə məsəl bəlkə mən kimisə vaxtına daxil oluram, bu düzgün deyil. Mən indi mənə verilən vaxtda mən öz fikrimi bildirərəm. Ola bilər yoldaşlar da fikirləri bildirsinlər. Oldu. İbrahim bəyin mikrofonu açıq deyil. Bilməm bizim səs gedir ora yoxsa yox. Onun da mikrofonu bağlıdır. Дорогие коллеги, у вас есть вопросы по Бахадурбеку по теме «Новый мировой порядок как уровень организации материи»? Возможно, есть предложения по этой теме. Şəmsiyə xanım, ümumiyyətlə bəlkə o yoldaşlar məncə eşitmirlər bizi. Гаярбек, Уларбек подключился. Вы слышите? Нас слышно? Onlar eşitmir. У них микрофон выключен. Да. Гаярбек нас слышит, я думаю. Но микрофон выключен, он говорить не может. Гаярбек, включите, Да. пожалуйста, микрофон. Məncə onlar eşitmirlər. Ибраим Бей говорит, что микрофон выключен организатором. О,